Bugün həm də mənim sevimli müəllimim, ustad sənətkar, böyük şəxsiyyət, mərd, mətin insan, xalq artistimiz, teatr və kino aktyoru Fuad Poladovun doğum günüdür. Allah ona rəhmət eləsin. Bizə 3 il dərs deyib, 3-cü, 4-cü, 5-ci kurslarda biz onun sayəsində bir şəxsiyyət tanımışıq, bir böyük insan tanımışıq. Doğru yaşamaq, dürüst yaşamaq o komponentlərindən mən ondan da götürdüklərim var. Yəni talih həyatıma elə insanlar yetirib ki, istər rəhbər kimi, müdir kimi işləyənlər olsun, istəyir ustad kimi, istəyir sənət, istəyir mediada və digər yerlərdə bəxtim o barədə gətirib ki, belə böyük sənətkarlardan, böyük insanlardan o xarakterimin, o tutduğum yolun formalaşmasında kifayət qədər götürdüyüm örnəklər var. Fuad Poladov da belə bir insan olub, Allah ona rəhmət eləsin.